Mən həkim, pediatr infeksionist Şirinova Aysi MedLife klinikasında çalışıram. Valideynlər tərəfindən ən çox verilən suallardan da biri budur. Uşağım tez-tez xəstələnir. Bu immunitetin zəif olması deməkdir. Əslində xüsusilə bağçaya və məktəbə yeni başlayan uşaqlar ildə 6-10 dəfə virus infeksiyası keçirə bilər. Bu əksər hallarda normaldır və mütləq immunitet zəifliyi demək deyil. Vacib olan xəstəliyin necə keçməsidir. Uşaq müalicədən sonra tam sağalırsa, normal inkişaf edirsə, çəki alırsa və infeksiyalar ağır keçmirsə, adətən narahatlığa əsas yoxdur. İmmuniteti gücləndirmək üçün möcüzəvi dərman yoxdur. Ən yaxşı dəstək balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və peyvəndlərin vaxtında vurulması və gigiyena qaydalarına riayət etməkdir. Əgər uşaqda infeksiyalar çox ağır keçir, uzun müddət davam edir və ya tez-tez təkrarlanırsa, bu zaman mütləq pediatr və ya infeksionist tərəfindən qiymətləndirilməlidir.